İçi necə də mükəmməl bişib. Herkese salam, Aras Food kanalına hoş gelmişsiniz. Rus kanalımızda 3 milyon yarım baxış sayı yığan məşhur KFC kanatlarının resepti burada da bölüşmək istədik. Birəbir eyni alınır. Kanatları standart 2 yerə bölürük. Resept üçün lazım olan məhsulların miqdarları hamısı bu videonun açıqlama hissəsində olacaq. Kanatlarımız hazırdır, keçirik marinad hazırlamasına. Paprika, quru zəncəfil, qırmızı istiot, duz və qara istiot bir qaba əlavə edirik. Üstündən 1 stəkan su otaq temperaturunda və qarışdırırıq. Hazırlamış marinadı kənədlərin üstünə əlavə edirik. Üstünü streçləyib minimum 2 saat saxlayırıq. Əgər vaxtınız və imkanınız varsa 4-5 saat saxlasaz daha dadlı alınacaq. Biz hardasa 3 saata yaxın saxladıq. İndi marinaddan çıxardıb kənədləri boş qaba yerləşdiririk. Bizdə burada 700 qramdır və bugün bunlardan hazırlayacağıq. Bir geniş qab götürürük, sonra qarışdırmağa asan olsun. Onun içinə əlavə edirik un, duz və paprika. Qəşəngcə qarışdırırıq. Kənədləri una hər tərəfli batırırıq. Baxmayaraq ki, kanalda cəmi 2 dənə videomuz var, 10.000 izləyiciyə çox az qalıb. Buna görə ilk öncə sizə çox sağ ol demək istəyirik. Dəstəyiniz bizim üçün çox önəmlidir. Abunə olmadan bizi izləyənlərə isə bir balaca xahişimiz olacaq. Abunə olun. Bir də ki, çox maraqlıdır, belə qısa zamanda bizə dəstək olan insanlar hansı bölgələrdəndir? Mütləq rey bölməsində yazın. Unlamış kənədləri süzəkə yerləşdirərək artıq undan belə azad edirik. İndi keçirik kənədlərimizin unlamağın ikinci hissəsinə. Videoda gördüyünüz kimi bir qabda su götürürük və süzəki o suyun içinə yerləşdiririk. Belə kənədlərimiz bir balaca islansın. Hardasa 10-15 saniyə suda saxlayırıq və çıxardırıq. Prosesi təkrarlayırıq. Əslində bu reseptdə acılı istiot da olmalıdır. Sadəcə biz sevmədiyimizə görə əlavə eləmədik. Əgər siz acılı xoşlayırsınızsa marinadla çili istiot öz zövqünüzə görə əlavə edə bilərsiniz. Təkrarən artıq undan azad oluruq. Pişirəcəyimiz qaba duru yağı əlavə edib qızdırırıq. Yağ qızıb qızmamağı taxta çubuqla yoxlayırıq. Qabarcıqlar çıxırsa deməli yağ hazırdır. Orta xodda kənədləri 10-12 dəqiqə qızardırıq. Bizim qabımız balaca olduğuna görə kənədlərimizi 2 dəfə bişirdik. Bu 10-12 dəqiqə ərzində qarışdırmaq ehtiyac yoxdur. Bu da bizim nəticəmiz. KFC-dəki kanatlardan heç fərqlənmir. Hətta deyərdim ki, daha da dadlıdır. Gördüyünüz kimi çətin bir şey yoxdur. Tez və asan hazırlanır. Mütləq sınayın və öz fikrinizi rey bölməsində yazın. Üstü xırçıltılı, içi isə dadlı. Nuş eləyin, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.